əzizlər, dəyərli kanal izləyicilərimiz, biz bugün informatikadan OTK suallarına baxacağıq. Sualların izahına başlamazdan əvvəl onu deyim ki, suallar vaxta uyğun salınmayıb. Şagirdlər, abituriyentlər, yəni bu sualların 1 saat müddətinin yazılmasına çətinlik çəkirlər. İmtahan mərkəzindən xahişimiz odur ki, sualları vaxta uyğun salınsın. Yəni, çünki burada sualların əksəriyyəti hesablama tipli idi və bu da şagirdlərin vaxtı düzgün bölməsinə çətinlik yaradırdı. Çox şagird deyir ki, biz 3 fəndir, yəni 3 hesablama fənnidir, riyaziyyat, fizika, informatika və biz vaxtı çatdıra bilmədik. Artıq informatika gəlib çatanda imtahana vaxtı az qalır. Həmçinin mən özüm bu suallar işləyəndə baxdım ki, həqiqətən doğrudan da sualların hamısı vaxt tələb edən suallardır və eyni tipli suallar çoxdur. Gəlin sualların izahına başlayaq. Sualların izahında birinci sualda nə deyir? 4104-ün kvadratonluq ifadəsinin 8-lik sayı sistemindəki təsvirində. Ümumiyyətcə, mən 4104-ü necə yaza bilərəm? 4104-ü yazıram 4096 üzərinə gəlsin 8-in kvadratı. 4096 2 üstü neçəni verir bizə? 12-ni verir. Üzərinə gəlsin 8, 2 üstü 3-dür. Yəni, müxtəsər mod üstündən istifadə eləsəm, A üstü gəl B-nin kvadratı bərabərdir A kvadratı. Yəni 2 üstü 24. Üzərinə gəlinsin 2AB. 2 vur 2 üstü 12 vur 2 üstü 13, 2 üstü 16 eləyir. Üzərinə gəlinsin 2 üstü 3-ün kvadratı 2 üstü 6. İndi mən bunu 8 əsasından göstərməliyəm. Yəni 2 üstü 3 üstü, baxın 24 yazıram 2 üstü 3 üstü neçə? 8. 2 üstü 16-nı yazıram 2 üstü 3 üstü 5 vur 2. Üzərinə gəlsin 2 üstü 3 üstü 2. Yaxşı. Bu da bərabərdir. Biraz da geniş yazıram. 8 üstü 8. Baxın. Üzərinə gəlinsin. 2 vurulsun 8 üstü 5. Üzərinə gəlinsin. 8 üstü 2. Baxın. Bunların qarşısında hamısının 1 var. Bunun qarşısında 1 var. Deməli, 8-ci rəqəmin biz bilirik ki, indeksləmə qaydasından istifadə etməliyik. Yəni 8, 7, 6, 5, 4, 3, 2, 1, 0. 8-ci rəqəmimiz nədir? 1-dir. 7-ci rəqəmimiz yoxdur, 0-dır. 6-cı 0-dır. 5-ci 2-dir. 4-cü 0-dır. 3-cü 0-dır. 2-ci 1-dir. Daha sonra 1-ci 0, 0-cı 0-dır. Bu bizə aydındır. İndi burada deyir ki, 0 simvolunun sayı 1 simvolunun sayından neçə vahid çoxdur. Neçə dənə sıfırımız var? Gəlin baxaq. 1, 2, 3, 4, 5, 6 dənə sıfırımız var. Neçə dənə birimiz var? 2 dənə birimiz var. 6, 2-dən 4 vahid böyükdür. Deməli, düzgün cavabımız olacaq D variantı. İkinci suala keçid alırıq. Sistemə giriş üçün 8 simvolu parollardan istifadə olunur. Hər bir parol üçün ilk 4 simvol yalnız Azərbaycan əlifbasının kiçik hərfləri. 8 paroldur. İlk 4 parolda baxaq gəlin. Azərbaycan əlifbasının kiçik hərfləri. 32 hərfdir. Düzdür. Onluq say sisteminin rəqəmləri 10 dənə simvoludur. Cəmi neçə dənə simvol olacaq? 42 dənə simvol olacaq. Deməli, hər xanada mənim 42 dənə halım var. Hər xanada 42 hal varsa, ümumi halların sayı olacaq 42 üstü 4. Düzdürmü? Gəldik. 5-ci, 6-cı mövqelərdə. 5-ci, 6-cı mövqelərdə olan simvollar 16-lıq say sisteminin simvollarıdır. Onun olacağına hər xanada 16 vəziyyət olacaq. 16 üstü 2. 7-ci, 8-ci xanalarda isə onluq və 16-lıq say sisteminin simvolları. Cəmi 26 simvol var. Hər xanada 26 hal var. 26-nın kvadratı. Yəni, buradan biz görürük ki, ümumi halların sayı 42 üstü 4, vurulsun 16 üstü 2, vurulsun 26 üstü 2 sayda olacaqdır. Düzgün cavab olacaq B variantı. Üçüncü sual keçid alırıq. RGB kodlaşdırma sistemində olan 1024x2048 ölçülü qrafik təsviri rəngdənliyi X olan kodlaşdırma sisteminə kodlaşdıran zaman həcmi 33 MB olmuşdur. Gəlin baxaq. RGB-də biz bilirik ki, ümumiyyətcə şəklin ölçüsü nədir? Qrafik təsvirin həcmi
V bərabərdir. N vur, uzunluq vur, rəng dərinliğinə bərabərdir. Düzdürmü? Dərinliyin hasilinə bərabərdir. Yaxşı. Burada bizə deyir ki, şəklin ölçüsü 1024 vur 2048-dir. 1024 vur 2048. RGB kodlaşdırılmasındadır bu. RGB-də görək bunun rəng dərliyi nə qədərdir? RGB-də biz bilirik ki, rəng dərliyi 3 baytdır. Vururam 3-ə, bu qədər bayt. 1024 nədir? 210. 2048 nədir? 211. Vur 3. Yaxşı, bunu mən keçirsəm kilobayta ya megabayta keçirdə bilərəm rahatlıqla. Çünki 221-dir. 220-yə böləndə nə qalacaq? 6 megabayt oldu. Düzdürmü? Yaxşı. İndi bu X kodlaşdırma sistemində kodlaşdırılan zaman bunun həcmi olub 33 megabayt. Gəlin baxaq, bunu tənasüblə həll eləyəcəyik. Necə yazarıq bunu? RGB-də rəng dərliyi nə qədərdir gənclər? 3 bayt və ya 24 bit. Yazıram. Rəng dərliyi 24 bit olanda həcmi olub nə qədər? 6 megabayt. Yaxşı. İndi X əsaslı say, daha doğrusu X kodlaşdırma sistemində, yəni rəng dərliyi X olan kodlaşdırma sistemində bu olubdur 33 megabayt. Tənasüblə həll eləsək, X nəyə bərabər olacaq buradan? 6x X bərabərdir. 33 vur 24 böl 6. Yaxşı. 33-ün altını ixtisar edirəm. 3-ə 11. Burada nə qalır? 12. Qalır 132. Yaxşı. Deməli, rəng dərliyi 132 isə rəng çalarlarının maksimal sayı neçə olacaq? 2/132 olacaq. Düzgün cavabımız olacaq Y variantı. 64-cü suala keçid alırıq. 5 simvollu 760 müxtəlif sətrin yaradılması üçün. Baxın, 5 simvollu. Deməli, 5 simvoldan ibarət neçə müxtəlif sətr yaratmaq olar? Daha doğrusu 5 xanamız var. Yəni, tutaq ki, n dənə rəqəmdən neçədən 5 rəqəmlərə düzəltmək olar ki, onların sayı 760 olsun. Və burada müxtəlif sətirlərdən söhbət gedir. Deməli, burada tutaq ki, hər xanaya n sayda simvol şansım var, yəni yazmaq ixtiyarım var. Onda hər xanaya n simvol yazsam, tutaq ki, mənim n dənə müxtəlif simvolum var, yəni əlifbanın gücü n-dir. Onda olacaq n/5 sayda mənim sətrim. Yəni n/5 ən azı böyük bərabər olmalıdır 760-dan. Buradan da biz baxırıq ki, 3-ün qüvvəti, məsələn, 3/5 neçə eləyir? 3/5 eləyir 243. 4/5 neçə eləyəcək? 4/5 eləyir 1024. Deməli, n nəyə bərabərdir? 4-ə bərabər. Düzgün cavab olacaq Y variantı. 65-ci suala baxırıq. Elçin, Aylin, Atabəy və Cəmil dostdurlar. Onlar Bakı, Sumqayıt, Gəncə və Füzuli şəhərlərində işləyirlər. Onlardan ikisi iqtisadçı, biri həkim, biri isə müəllimdir. Deməli, bizim 2 iqtisadçımız, bir həkimimiz, bir müəllimimiz var. Gəncə şəhərində yaşayan iqtisadçı deyil. Gəncədə yaşayan iqtisadçı deyilsə, Gəncədə deməli iqtisadçıya bir dənə nə qoyuruq? Kres qoyuruq, yəni X qoyuruq ki, bu burada yaşamır. İşləmir. Müəllim nə Sumqayıt, nə də Gəncə şəhərində işləyir. Aha. Müəllim Sumqayıtda da işləmir. Gəncədə də işləmir. Bu da getdi. Cəmil bizə qaldı deməli həkimlə. Aha. Gəncəyə iqtisadçı, müəllim yəni düşmürsə, Gəncəyə nə qalır? Gəncəyə qalır təbii ki, həkim. Gəncədə işləyən kimdir? Həkimdir. Gəlin baxaq. Gəncədə işləyən həkimdir. Yaxşı. Gəncədə işləyən həkimdir. Onda Sumqayıtda işləyən müəllim deyilsə, Sumqayıtda işləyən kimdir? İqtisadçıdır. Bunu tapdıq. İqtisadçının birini tapdıq, həkimi tapdıq. İndi Cəmil Bakıda, Elçin Gəncədə işləmir. Cəmil Bakıda işləmir. Elçin isə Gəncədə işləmir. Yaxşı. Elçin və Atabəy iqtisadçı deyirlər. İqtisadçı deyirlərsə, deməli bunlar belə baxaq.
İqtisadçı deyillərsə, iqtisadçı Gəncədə işləyən də iqtisadçı deyil. Aha, ona qalacaq hələ. Füzulidə işləyən şəxs iqtisadçı deyil. Füzuli də iqtisadçı deyilsə, Füzulidə nə qalır? Həkim. Füzulidə işləyən həkimdir. Bakıda işləyən də qalır iqtisadçı. Yaxşı. Altmış beşinci sualın cavabına başlayırıq. 65-ci sual deyir ki, Elçin Aylin Atabəy Cəmil dostdurlar. Onlar Bakı Sumqayıt Gəncə Fiziklərində işləyirlər. Onlardan ikisi iqtisadçı, bir həkim, digər müəllimdir. Deməli 3 peşə var burada. 2 iqtisadçı, bir həkim, bir müəllim. Gəncə şəhərində çalışan şəxs iqtisadçı deyil. Gəncədə çalışan şəxs iqtisadçı deyilsə, Gəncəyə biz iqtisadçıya qoyuruq çıx. İqtisadçı Gəncədə işləmir. Yaxşı. Müəllim nə Sumqayıt, nə də Gəncə şəhərində işləyir. Gəncə işləyən müəllim də deyil. Aha. Nə də Sumqayıtla işləmir deyir. Düzdürmü? Müəllim Sumqayıtlı da deyil. Yaxşı, biz buradan artıq görürük ki, gözəl gənclər. 3 dənə ixtisasımız var idi axı. İqtisadçı, müəllim, bir də həkim. Deməli, Gəncədə işləyən kimdir? Gəncədə işləyən həkimdir. Yaxşı, Gəncədə işləyən həkimdir. Daha sonra deyir ki, Elçin və Atabəy iqtisadçı deyillər. Füzulidə işləyən şəxs iqtisadçı deyil. Füzulidə işləyən iqtisadçı deyilsə, Füzuliyə nə qalır? Füzuliyə qalır müəllim. Çünki həkim artıq Gəncə şəhərindədir. İqtisadçı Füzulidə deyilsə, Füzulidəki kimdir? Müəllimdir. Füzulidəki müəllimdirsə, Sumqayıtla Bakıda qalır iqtisadçı. Deməli, artıq biz hansı şəhərdə, hansı peşə sahibi işləyir, onu tapmış olduq. Deyir ki, Cəmil Bakıda işləmir. Cəmil Bakıda işləmir. Gəlin baxaq. Cəmilə Bakıda çıx qoyaq. Elçin isə Gəncədə işləmir. Elçinə Gəncəyə çıx qoyaq. Elçin Atabəy iqtisadçı deyillər. İqtisadçı deyillərsə, Elçində iqtisadçının qabağına çıx qoyuruq. Sumqayıtda iqtisadçının qabağına çıx qoyuruq. Bir də kim idi dedi? Elçin Atabəy. Atabəyə də iqtisadçıların qabağına nə qoyuruq? Çıx qoyuruq. Yaxşı, buradan çıxır ki, Elçinə bir dənə xana qalır. Füzulidə müəllim. Düzdürmü? Onu bu xanları çıx qoymalıyıq. Atabəy onda Gəncədə həkim olacaq. Yaxşı, onda Cəmil Sumqayıtda iqtisadçıdır və Aylin də Bakıda iqtisadçıdır. Bizə kimin istəyirdi? Elçinlə Cəmil istəyirdi. Elçin Füzulidə müəllimdir. Cəmil isə Sumqayıtda iqtisadçıdır. Deməli, düzgün cavab olacaq Y variantı. 66-cı suala keçid alırıq. Fərdi kompüter növlərinə aid deyil. Təbii ki, burada matrisli, lazerli və sensorlu ekran fərdi kompüter növlərinə aid deyil. Düzgün cavab olacaq 2, 3 və 6, yəni B variantı. 67-ci suala keçid alırıq. Avtomatik qurğu Unicode əlifbasında kodlaşdırılmış mətni 1024 simvol əlifbaya keçirən zaman onun informasiya həcmi 3/212 bayt azalmışdır. Həmin mətni 32 simvol əlifbada kodlaşdıran zaman onun informasiya həcmini baytla müəyyən edin deyir. Unicode-da deməli kodlaşdırılmış mətni 1024 simvollu əlifbə keçirən zaman. Baxın, burada Unicode-da bir simvol neçə baytdır? 2 baytdır da, yəni 16 bitdir. Yaxşı, bitlə yazıram. 16 bitlə kodlaşdırılan zaman həcmi x idisə, yəni x bayt idisə, düzdür? Hələ baytla yazmayacağım, çünki bunu gəlin keçirdək kilobayta. X kilobayt idisə, 1024 simvol əlifbada bir simvol neçə bit yer tutur? 1024 bərabərdir 2/10-a, yəni 10 bit. 10 bitlə kodlaşdırılmış, yəni 11 simvol 10 bit olan əlifbada həcmi 3/212 bayt. 3/212 baytı gəlin keçirdək kilobayta. Yəni 3/212 bayt bərabərdir 3/202 kilobayt, yəni 12 kilobayt. Deməli, həcm 12 kilobayt azalmışdır. İndi bunu çarpaz vursaq, 16 vurulsun x çıx 12 bərabərdir 10x-ə. Yaxşı, 16-nı 10 ixtisar aparıram 2-yə, 5, 8. Düzdürmü? Buradan qalır ki, 8x çıx 96 bərabərdir 5x, 3x 96-dır, x nəyə bərabərdir? 32-yə. Deməli, bizdə deməli, x 32 kilobayt olub deməli həcmi. 32 kilobayt olubsa, yaxşı. Yəni, buradan tapa bilərik də. 32 simvol əlifbada bir simvol neçə bitdir? 5 bitdir. Düzdürmü?
İndi 10 bitlə kodlaşdırılanda, baxın, 10 bitlə kodlaşdırılanda 32 çıx 12 neçə eləyəcək? 20, düzdürmü? 20 kilobayt olub. Deməli, 5 bitlə kodlaşdırılanda olacaq 5 kilobayt. Daha doğrusu 10 kilobayt, sorry, üzr istəyirəm. 20 kilobayt idi 10 bitlə, 5 bitlə kodlaşdırılanda olacaq nə qədər? 10 kilobayt. 10 kilobaytda biz bayta keçirəndə, çünki baytla deyir müəyyən eləyin, olacaq 2 üstü 10 vurulsun 2 üstü 10, düzdürmü? 10 vur 2 üstü 10. 10 vurulsun 2 üstü 10. O da bərabərdir. 5 vurulsun 2 üstü 11. Düzgün cavab olacaq D variantı. 68-ci suala keçid alırıq. Printer kağız üzərində informasiyanı kompüterə daxil edən qurğudur. Xeyr, kompüterdəki informasiyanı kağız üzərində çap edən qurğudur. Birinci sual, birinci təklif səhvdir, yəni ifadə səhvdir. Monitorun üfüqi və şaquli nöqtələrinin sayı onun çözümlüyünü müəyyən edir. Bəli, doğrudur. Matrisli printerlərin sürəti 1 saniyədə çap olunan simvolların sayı ilə ölçülür. Bəli, zərbli printerlərin sürəti 1 saniyədə çap olunan simvolların sayı ilə ölçülür. 4. Monitordakı piksellərin sayı nə qədər çoxdursa, görüntü o qədər keyfiyyətsiz olar. Bu yanlışdır. 5. Klaviaturda backspace klavişi kursordan soldakı simvolu silir. Bəli. Delete kursordan sağdakı, backspace isə soldakı simvolu silir. Düzgün cavab 2, 3, 5'dir. Yəni düzgün cavab D variantıdır. 69-cu suala nəzər salaq. Tam dolu diskdən 2 ədəd 3 megabaytlıq fayl, 5 ədəd 4 megabaytlıq fayl. Baxın, 2 ədəd 3 megabaytlıq fayl nə qədər eləyir? 6 megabayt. 5 ədəd 4 megabaytlıq fayl 20 megabayt. 3 ədəd eyni ölçülü mətin faylı 3x sildikdən sonra buradan deməli 2 ədəd 4 megabaytlıq qrafik fayl yazıldı. 2 ədəd 4 megabaytlıq 8 megabayt və 33 megabayt boş yer qaldı. Bərabərdir 33 megabayta. Yaxşı. O 26 çıx 8 neçə eləyəcək? Yazda yazıram 26 üstə gəl 3x bərabərdir 41-ə, 3x bərabərdir 15-ə, x nəyə bərabərdir? 5 megabayta. Deməli, bir mətin faylın həcmi 5 megabayt olmuşdur. 70-ci suala keçid alırıq. Pərvanə raster qrafik redaktorundan istifadə edərək 9 megabayt həcmə malik qrafik təsvirin palitrasındakı rəng çalarlarının sayını 256 dəfə azaldır. Bu zaman qrafik təsvirin həcmi 6 megabayt azalır. Çevrilmə zamanı piksellərin sayının dəyişmədiyi nəzərə alaraq İlkin təsvirin rənglər palitrasında ən çox neçə rəng çalarının olduğunu müəyyən edin. Baxın, pərvanənin deməli 9 megabayt həcmə malik qrafik təsviri var və rəng çaları x, rəng dənliyi x-dir. Rəng dənliyi x-dir. Rəng dənliyi x olan faylın həcmi 9 megabaytdır. İndi pərvanə bunu 256 dəfə rəngini azaldır. Rəngi 256 dəfə azaldanda, yəni rəng çalarların sayı 2 üstü x idi. 2 üstü x-i böləndə 2 üstü 8-ə, yəni olur 2 üstü x çıx 8. Düzdürmü? Onda buraya yazacağım x çıx 8. Rəng dənliyi oldu x çıx 8 və 6 megabayt azaldısa oldu 3 megabayt. Yəni buradan yaza bilərik ki 3x bərabərdir 9 vurulsun x çıx 8-ə və bunlar ixtisar eləsə 3-ə, x bərabərdir 3 x çıxılsın 24-ə, 2x 24-dir, x 12-dir. Deməli, rəng dənliyi nə qədər olub? İlkin şəkildə 12 olubdur, 12 bit olubdur və rəng çalarlarının maksimal sayı 2 üstü 12 olacaq. 71-ci suala deyir ki, xidməti klavişlərə aid olanları müəyyən eləyin. Burada deməli F3 funksiyonaldır, F1 funksiyonaldır, Home kursor idarəetmə düyməsidir, xidmətlər hansılardır? 2-dir, 3-dür və 6-dır. Düzgün cavab olacaq C variantı. 72-ci suala keçid alırıq. Müəyyən kodlaşdırma sistemində hər bir simvol 16 bit yer tutur. Deməli 16 bit yer tutursa bu Unicode-dadır. Yəni bir simvol 2 bayt yer tutur. Ümumi məlumatın həcmi 6400 baytdırsa, deməli burada 3200 dənə simvol var. Deməli bizim simvol sayı nə qədərdir? 3200. Yaxşı. Bizə deyir ki 4 səhifədir və hər səhifədəki informasiya həcmi özündən sonra gələn səhifədəki informasiya həcmindən 3 dəfə azdır. Hər səhifə özündən sonrakından 3 dəfə azdırsa, birinci səhifə x-dir, ikinci səhifə 3x-dir, üçüncü səhifə 9x-dir, dördüncü səhifə isə 27x olacaq və bunların cəmi 3200-dür. Bunları cəmləsəz 40x, düzdürmü? Bərabərdir 3200-ə, x bərabərdir 80-ə. Deməli, birinci səhifədə 80 simvol var.
Bizə isə deyir ki, birinci və üçüncü səhifə. Üçüncü səhifə isə 9 vur 80-dir, 720. Deməli, düzgün cavab 80 və 720, yəni D variantıdır. 73-cü suala keçid alırıq. Bu suala deyir ki, yaşayış məntəqələri arasındakı əlaqəni göstərən qraf və cədvəl verilmişdir. Cədvəldəki nömrələmə qrafdakı adlanma ilə düşmür. Gəlin baxaq. A və C şəhərlərinə uyğun gələn nömrələri müəyyən eləyin. Burada birinci baxırsınız B təpəsinə. B təpəsi, yəni ən çox tili olan təpədir. Təbii ki, 5 dənə tili var. Deməli, cədvələ baxıb görə bilərik ki, 4, yəni B-yə uyğun gəlir. Çünki burada 5 dənə nöqtə qeyd olunmuşdur. Yəni 5 tili əvəz edir bu nöqtələr. Sonra isə gəlirik D-yə. D-dən 3 til çıxır. 3 tili olan təbii ki 2-dir. Baxırıq, deməli D də 2-dir. İndi bizdə burada S ilə Y və A ilə G, yəni bu 4 dənə təpənin hərəsində 2 til var. Yəni bunları müəyyənləmək üçün ümumiyyətlə S ilə Y-nin yerləri dəyişmənin önəmi yoxdur və həmçinin A ilə də G-nin. Yəni orada elə bir önəm daşımır onlar. Sadəcə olaraq S ilə Y ilə A ilə G cütləri belə deyək. Görürsünüz, onların qonşuları fərqlidir. S-nin məsələn ortaq qonşusu nədir? D ilə Y-dir. S-nin qonşuları D ilə B-dir. Y-nin qonşuları D ilə B-dir. Onda baxın, DB-nin qonşularına baxıram. DB-nin kəsişməsi haradır? Biri 1-dir, biri də 6-dır. Deməli, S ilə Y 1 ilə 6 olacaq. Onda A ilə G nə olacaq? 3 ilə 5. Düzgün cavab olacaq C variantı. 74-cü suala keçid alırıq. İkili say sistemindəki cəmin doğru olması üçün, deməli, boş xanalara yazılacaq simvolları müəyyən edib, həmin simvolları ardıcıllığına əmələ gətirdiyi ikili ədədi 16-lıq say sistemində göstərin deyir. 1 üstəgəl 1 ikili say sistemində 10 eləyir, 0 yazıblar 1 yadda. 1 üstəgəl 1 10, 1 yadda 1 yazıblar. Yəni 11 eləyir, 1 yazıblar, 1 yenidən yadda. 1 üstəgəl 0, 1, 1 də yadda 10, 0 yazırıq 1 yadda. 0-ın üstünə nə gəlməliyik ki 10 eləsin? 1 gəlməliyik ki 1, 1 də yadda 10, 0 yazırıq yenə 1 yadda. Burada 0 olması üçün buraya yazıram nə? 0, çünki 0 olmalıdır ki 1 üstəgəl 0, 1, 1 də yadda 10 eləsin. 0 yazdıq 1 yadımızdadır. Burada yenidən 0 olmalıdır ki 1 üstəgəl 0, 1, 1 də yadımızda 10. Təzədən buradan 0 olması üçün bura 1 yazıram. 0 üstəgəl 1, 1, 1 yadda 10, 0 yazıram 1 yadda, 1 üstəgəl 1, 10, 1 yadda 11, yazmışıq 11. Deməli, bizim ədədimiz oldu nə? 1001. 1001 deməli, bu ikili say sistemindədir. Yəni 1, 0, 0, 1 daha doğrusu 1001 demək düzgün deyil. Bu da 16-lıq say sistemi nəyə göstərir? Təbii ki, 9-u göstərir. 75-ci suala keçid alırıq. 10-luq say sistemində verilmiş 516-nın kvadrat ifadəsinin qiymətini 16-lıq say sistemində ifadə edin deyir. 516-nın kvadratı bərabərdir 512 üstəgəlsin 4-ün kvadratı. Yəni 2 üstü 9 üstəgəl 2-nin kvadratı. 2 üstü 9 üstəgəl 2-nin kvadratı üstü 2. Bu da bizə verir 2 üstü 18 üstəgəlinsin 2 vurulsun 2 üstü 9 vur 2 üstü 2 eləyir 2 üstü 12 üzərinə gəlsin 2 üstü 4. İndi mən bunu hamısını 16 əsasdan yazmalıyam ki 16-lıq say sistemində ifadə edə bilim. 2 üstü 8 yazıram 2 üstü 4 üstü 4 vurulsun 4. 2 üstü 12 yazıram 2 üstü 4 üstü 3. 2 üstü 4 yazıram 2 üstü elə 4. Yaxşı, bu buradan çıxır ki 4 vur 16 üstü 4 üzərinə gəlsin 1 vur 16 üstü 3 üzərinə gəlsin 1 vur 16 üstü 1. Yəni bizim 4-cü rəqəmimiz 4-dür. 3-cü rəqəmimiz 1-dir. 2-ci rəqəmimiz 0-dır. 1-ci rəqəmimiz 1-dir. 0-cı rəqəmimiz isə 0-dır. Yəni 41,10 düzgün cavab olacaq C variantı. 76-cı suala keçid alırıq. Qrafın qonşuluq matrisindəki sıfırların sayının birlərin sayına neçə vahid çox olduğunu müəyyən eləyin deyir. Ümumiyyətcə qrafda neçə təpə var? Baxın 1, 2, 3, 4, 5, 6 təpə var. Deməli 6-nın kvadratı sayda, yəni cədvəl 6 vur 6 ölçülüdür. 36 sayda 0, 1 var. Birlərin sayını müəyyən eləmək üçün baxın neçədən tilimiz var? 1, 2, 3, 4, 5, 6, 7, 8 dənə tilimiz var. 8 tilimiz varsa gənclər, deməli 8 vur 2 sayda 1 var. Yəni 16 dənə nə var? 16 dənə 1 var. Neçə dənə 0 qalır? 20 dənə də 0 qalır. Deməli birlərin sayı sıfırların sayından
4% azdır və ya sıfırların sayı birlərin sayından 4% çoxdur. Düzgün cavab olacaq C variantı. 77-ci suala keçid alırıq. Qrafdakı dövrələrin sayını müəyyən edin. Biz bilirik ki, qapalı yola dövrə deyirik. Deməli, birinci dövrə olsun AFY, A dövrəsi. İkinci dövrə olsun AYB A dövrəsi, AYB A dövrəsi. Üçüncü dövrə olsun BYDS B dövrəsi. Dördüncü dövrə olsun AFYB A dövrəsi. Beşinci dövrə olsun AYDSB A dövrəsi. Altıncı dövrə isə ümumi böyük AFYDSB A dövrəsi. Deməli, neçə dövrəmiz var? 6 dənə dövrəmiz var burada. 78-ci suala keçid alırıq. Biraz ağır sualdır. Hesab olma cəhətdən, yəni 2056-nın kvadrat onluq ifadəsinin 8-lik say sistemində təsvirində olan sıfırların sayı 16-lıq say sistemindəki təsvirindəki sıfırdan fərqli simvolların sayına nə qədər çoxdur deyir. Gəlin birinci bunu 8-lik say sistemi ifadə eləyək. 2056-nın kvadratı birincisi necə yaza bilərik biz bunu? 2048 üstəgəl, düzdürmü? 2048 üstəgəl 8-in kvadratı yaza bilərik. 2048 bizə nəyi verir? 2 üstü 11'i verir. 8 nəyi verir? 2 üstü 3'ü verir. Bunun kvadratı olacaq 2 üstü 22 üzərinə gəlsin. Hasilin 2 misli 2 üstü 15 üzərinə gəlinsin. 2 üstü 3'ün kvadratı 2 üstü 6. Yaxşı. İndi gəlin bunu 8 əsasdan göstərək. Birinci bu ifadəni 8 əsasdan göstərəcəm. Sonra isə 16 əsasdan. 2 üstü 22'ni yazıram. 2 üstü 3 üstü 7 vurulsun 2. Düzdür. Gəldik. 215 yazıram. 2 üstü 3 üstü 5. Üzərinə gəlsin. 2 üstü 3 üstü 2. Elədirmi gənclər? Buradan nə çıxır? Deməli 2 vur 8 üstü 7 üzərinə gəlinsin. 1 vur 8 üstü 5 üzərinə gəlsin. 1 vur 8 üstü 2. Yaxşı, bunu yazır, qalır burada. Keçirik indi 16 əsasdan yazmalı bu ifadəni. 222'ni yazıram. 2 üstü 4 üstü 5 vurulsun 2 üstü 2, yəni 4. Üzərinə gəlinsin. 215 yazıram. 2 üstü 4 üstü 3 vurulsun 2'nin kubu. Yaza bilərəm mi? Yazaram. Üzərinə gəlinsin. 216'nı yazıram. 206'nı yazıram. 2 üstü 4 vurulsun 2 üstü 2. O deməkdir ki, yəni 4 vur 16 üstü 5 üzərinə gəlinsin. 8 vur 16 üstü 3 üzərinə gəlinsin. 4 vur 16 üstü 1. Birinci ifadəmizdən, yəni baba buradan ədədimiz nə alınır? Buradan ədədimiz alınır. 7-ci rəqəmi 2, 6-cı rəqəmi 0, 5-ci rəqəmi 1, 4-cü rəqəmi 0, 3-cü rəqəmi 0, 2-ci rəqəmi 0, 2-ci rəqəmi 1 üzr istəyirəm, 2-ci rəqəmi 1, 1-ci rəqəmi 0, 0-cı rəqəmi 0. Yəni bu 8'lik say sistemində alınmış ədəddir. Buradakı sıfırların sayı neçədən oldu? 1, 2, 3, 4, 5 dənə 0 var. İndi 16'lığa bunu keçək yazaq. 16'lıqda isə bizim gördüyümüz ədəd, gördüyünüz kimi 5-ci deməli 4'dür, 4-cü 0'dır, 3-cü 8'dir, 2-ci 0'dır, 1-ci 4'dür, 0-cı 0'dır. Bu da deməli neçə dənə 0'dan fərqli simvol var? 1, 2, 3 dənə simvol var. 3 dənə də buradadır. Deyir, nə qədər çoxdur? 5 dənə buradadır, 3 dənə buradadır. Deməli 2 vahid çoxdur. Biz isə 79-cu suala keçid alırıq. 1024 üstəgəl 5 son 2, 256, 128, 64, 16, 8, 4, 2, 1 cəmini onluq ifadəsini, yəni onluq say sisteminə verilmiş cəmi 8-lik say sistemi ifadə eləməliyik. İlk öncə gəlin bunları 2 əsasdan göstərək. Yəni 1024 2-nin üstü neçədir gənclər? 1024 2-nin üstü 10'dur. Üzərinə gəlsin 5 son 2-nin üstü 9'dur. 256 2-nin üstü 8'dir. 128 2-nin üstü 7'dir.
64 2-nin üstü 6-dır. 16 2-nin üstü 4-dür. 8 2-nin üstü 3-dür. 4 2-nin kvadratıdır. 2-dir və 2 üstü 0-dır. Baxın. Gənclər, ümumiyyətcə gəlin belə eləyək. Gəlin belə eləyək. 2 üstü 3-dən sonra burada bizdə neçə qalır? Qalır 7. 7-ni də yazıram elə qalsın 7 şəklində. 2 üstü onu mən indi 8 sayısında göstərmək üçün 2 üstü 3 əsasdan götürməliyəm. Yazıram 2 üstü 3-ün kubu vurulsun 2. 2 üstü 9 yazıram 2 üstü 3-ün kubu. 2 üstü 8 yazıram 2 üstü 3-ün kvadratı vur 4. 2 üstü 7 yazıram 2 üstü 3-ün kvadratı vur 2. 2 üstü 6 yazıram 2 üstü 3-ün üstü 2. 2 üstü 4 yazıram 2 üstü 3. Daha doğrusu 2 üstü 4 yazıram. 2 üstü 3 vurulsun 2. Üzərinə gəlsin 2 üstü 3. Üzərinə gəlsin 7 qalır. 7 vur 8 üstü 0 şəklində də bunu yazıram. Baxın, bizdən alındı. 8-in kubu vur 2. 8-in kubu vur 1. Yəni 3 vurulsun 8-in kubu. Üzərinə gəlsin. Bunlar artıq getdilər. 8-in kvadratı 2 dənədir. 4-dən 2. 6 vurulsun 8-in kvadratı. Üzərinə gəlsin. Bunlar da getdilər. Bir dənə yenə var burada 8-in kvadratı. Deməli 7 vurulsun 8-in kvadratı. Gəldik. Sonra gəlir 2 vurulsun 8 üstü 1. Üzərinə gəlinsin 3 dənədir. Hətta burada da biri var. 3 dənə 8 üstü 1. Üzərinə gəlsin 7 vur 8 üstü 0. Bu nə deməkdir gənclər? Bu deməkdir ki, yəni mənim ədədim elə buradan yazıram. 3-cü indeks, 2-ci indeks, 1-ci, 0-cı indeks. 3-cü indeksdə nə durub? 3 durub. 2-ci indeksdə 7 durub. 1-ci indeksdə 3 durub. 0-cı indeksdə 7 durub. Yəni 3, 7, 3, 7 ədədidir. Bu da A variantı olduğu görünür. 80-ni sola keçid alırıq. 80-ni sola bir ifadənin nəticəsini kilobayt ilə müəyyən edin. 10 megabayt üzərinə gəlsin 8192 bayt. Gəlin baxaq, kilobayta keçirərkən 10 megabayt 10 vurulsun 1024. Yəni 10240 nədir? Kilobaytdır. 8192 bayt 8 kilobaytdır. Yenə 8 kilo. Bu neçədir? 3 kilobayt. Üzərinə gəlsin 222 baytı kilobayta keçirəndə neçə olacaq? Baytdan kilobayta keçəndə 210-a bölürük. 212 kilobayt eləyəcək. Yəni 212 deyilir nə qədər? 4096. Deməli 10240-ın üstə 4096, üstə də 11 gəlirəm. Neçə olacaq? 7, 14, 3, 4, 1. 14347. Düzgün cavab olacaq Y variantı. 81-ci sola keçid alırıq. 806-3 ifadəsinin qiyməti 806 onluq ədədi 8-lik say sistemində 1 dənə 1, 6 dənə 0-dır. 1, 2, 3, 4, 5, 6, 0. Bundan çıxmalıyıq 3-ü. Təbii ki, 8-lik say sistemində burada yəni 0-dan 3 çıxma olmur. Bir dənə 8-lik. Burada qalır 7, 7, 7, 7, 7, 0. 8-dən 3 çıxan nə qalır? 5. Burada qalır 7, 7, 7, 7, 7. İndi baxın. Deyir ki, ilk və son rəqəmlərinin cəmini. İlk rəqəm 7-dir, son rəqəm 5-dir. 8-li say sistemində ifadə edildir. Yaxşı. 7 ilə 5-i biz 8-liyə toplayanda, gənclər, 7 ilə 5-i toplayanda 7 ilə 5 12 edir. 12-dən 8 çıxmalıyıq. Çünki 8-li say sistemində belə onluq say sistemində 10 çıxırıq, burada 8 çıxırıq. 8 çıxan nə qalacaq? 4, bir də yadda 14. Deməli, üçün cavab olacaq 14. 82-ci sola keçid alırıq. 256 rəng çalarlı. 256 rəng çalarlıdırsa, deməli 208-dir. Neçə bitdir? 8 bitdir. Keçirik bunu 64 rəng çalarına. 64 rəng çaları 206 neçə bit olacaq? 6 bit olacaq dərinlik. Həcmi təyin edən əsas dərinlik olduğuna görə, deməli 8 bitdə x megabayt olubsa, 6 bitdə olub nə qədər? X çıx 2 megabayt. X çıx 2 megabayt. Çarpaz vuranda olur nə? 6 vurulsun x bərabərdir 8 vurulsun x çıx 2-yə. Buradan 6x bərabərdir 8x çıx 16-ya.
2x 16-dır, x 8-dir. Deməli, fail həcmi nə qədər olub? 8 megabayt olub. Yaxşı. İndi biz də burada nəyi tapmalıyıq? Piksel sayını müəyyənləməliyik. Biz bilirik ki, şəklin həcmi n vur uzunluq, yəni piksel sayı bir a götürürəm, x vur y2. A vurulsun rəng dərinliyi. Rəng dərinliyi nə qədər idi? 8 bit idi. 8 bərabər olub 8 megabayta. Megabaytdan da bitə keçəndə 2 üstü neçəyə vurmalıyam? 2 üstü 23-ə vurmalıyam. Yaxşı, onda buradan 8-lər ixtisar gedir. A bərabər olur 2 üstü 23-ə. Yəni piksellər, yəni şəklin enli uzunluğu hasili 2 üstü 23 eləməlidir. A variantında olmur 768 2-nin qüvvəti deyil. B variantında 2 üstü 12 vur 2 üstü 12-dir 24 eləyir, olmur. C variantında 2 üstü 10 vurulsun 2 üstü 13-dür. Bəli, 2 üstü 23 eləyir, düzgün cavab olacaq C variantı. 83-cü sual keçid alırıq. 83-cü sualda deyir ki, Unicode standartına yazılmış 256 səhifəli kitab. Deməli, 256 səhifəli kitabın hər səhifəsində 40 sətr var. Deməli, 256 vurulsun 40 vurulsun. Deməli, bir səhifədəki simvol sayını bilmirik nə qədərdir. 40 sətr var, hər sətirdə nə qədər simvol var bilmirik. X sayda da simvol var. Yaxşı. 2-yə də vururuq çünki Unicode-dadır bu. Bu olacaq 400 kilobayt. Burada isə byte-landır. Bu tərəf byte-landır. Deməli, kilobaytdan da bayta keçəndə nə etməliyik? 210-a vurmalıyıq. Bunu 210-a vururam. Yaxşı, 400-lə 40 getdi ixtisar. Nə qaldı? 10 qaldı. 10-dan 2 getdi, nə qaldı? 5 qaldı. 2 üstü 8 vur x bərabərdir 5 vur 2 üstü 10. Buradan x bərabərdir 20. Deməli, hər sətirdə 20 simvol var. Deməli, bir səhifədə 40 sətr varsa, 20-ni də vuracaq 40-a. Deməli, 800-dən simvol var bir səhifədə. Bu çaşdırıcı sualda deyir ki, bir səhifədəki simvol sayı olacaq 800-dən. İkili təsvirində 0 və 1 simvollarının sayı bərabər olan onluq ədədləri müəyyən edildir. İkilik təsvirində 0-1-lərin sayı bərabər olan ədədləri tapmaq üçün biz nə etməliyik? Hamısını 2-yə bölə-bölə getməliyik. 41, yəni ikili sayısını keçirməliyik. 2-yə 20, 40, 1 alınır. 22-yə 10, 0. 12-yə 5, 0, 5, 2-yə 2, 1, 2, 2-yə 1, 0, 1, 0, 1, 0, 0, 1. Bu deməli 41 açılışıdır. İndi isə 38-ə baxacağıq. 38, 2-yə 19, 0, 19, 2-yə olacaq 9 dəfə 18 1 9 2-yə 4 8 1 4 2-yə 2 4 0 2 2-yə 1 2 0 oldu nə? Baxın, burada 2 dənə 1 3 dənə 0 var. 0 birlərin sayı bərabər deyil 41-də. Burada 3 dənə 1, 3 dənə 0 var. Demək 38 doğrudur. Gəldik 43-ü ayıraq. 43-də 2 dəfə 20, 1, 42, 1. 21 2-yə 10, 21. 12-yə 5, 10, 0. 5 2-yə 2, 4, 1. 2-ni 2-yə 1, 0. 1, 2, 3, 4 dənə 1, 2 dənə 0. Bu da olmadı. 43 də getdi. 41 də getdi, 43 də getdi. Ancaq hələ ki 38 var. 48-ə baxırıq. 48-i ikili hissə sisteminə keçirəndə 24, 48, 0. 24 2-yə 12, 24, 0. 12-ni 2-yə 6, 12, 0. 6-nı 2-yə 3, 6, 0. 3-ü 2-yə 1, 1, 1, 4 dənə 0. Bu da olmadı. 48 də getdi. Gəlir 49-a. 49-u 2-yə 24,
1. 24'ü 2-yə 12, 0. 12-ni 2-yə 6, 0. 6-nı 2-yə 3, 0. 3-ü 2-yə 1, 1. Deməli, burada da 3 dənə 1, 3 dənə 0 oldu. 49 da verilən şərt ödəyir. 51 də yoxlayaq. 51-ci sualda, daha doğrusu 51 ədədində 51-i 2-yə böləndə 25 dəfə 1, 25-i 2-yə 12, 1, 12-ni 2-yə 6, 0, 6-nı 2-yə 3, 6, 0, 3-ü 2-yə 1, 1. Oldu nə? 4 dənə 1, 2 dənə 0. Deməli, ancaq 2 ilə ikinci və 5-ci ədədlər oldu. Düzgün cavab olacaq 2, 5. 85-ci suala keçid alırıq. 3, 5, 8, 6 rəqəmlərindən istifadə etməklə yalnız 3 rəqəmin təkrar oluna biləcəyi neçə müxtəlif 3 rəqəmləri düzəltmək olar? Biz bilirik ki, 4 dənə rəqəm verilibsə, rəqəmlər təkrarlanmayan. Birinci xanaya 4 dənə rəqəmin 4-ünü yaza bilərik. 4 hal var. Artıq birini birinci xanaya yazmışıqsa, ikinci xanada 3 dənə halımız qalır. Üçüncü xanada 2 dənə halımız qalır. Ümumi hal olur 24 dənə. Deməli, 24 dənə ədəd var. Rəqəmlər təkrarlanmayan. Bəs ancaq 3-lərin təkrarlana biləcəyi. 3-ü də 3 olsun. Deməli, bu olacaq 1 dənə. Daha sonra biri 5 olsun, qalanlar 3 olsun. 5, 3, 3, 5, 3, 5, 3. Bir də ki, 3, 3, 5. Yəni, hər rəqəmdən gördüyünüz kimi bir dəfə istifadə etməklə 3 dənə kombinasiya düzəldə bilirik. Yəni, 5 ilə 3-ün kombinasiyası 3 dənə olur. 8 ilə 3-ün kombinasiyası 3 dənə olacaq. 6 ilə 3-ün kombinasiyası 3 dənə olacaq. 9 dənə belə kombinasiya var. Bir dənə də bu 10 dənə. 24 üstə gəl 10 olacaq 34 dənə ədəd. Siz bunu tam yaza bilərəm. Yəni, 8, 3, 3, 3, 8, 3, sonra gəlir 3, 3, 8. Yeni qayda ilə 6, 3, 3, 3, 6, 3 və 3, 3, 6. Gördüyünüz kimi 9 dənə burada kombinasiya var, bir dənə burada 10 dənə. 86-cı sualda hamısını bayta gətirə bilərik. Azalan sıra deyəndə böyükdən kiçiyə doğru düzməliyik. 1 kilobayt 1024 baytdır. 32-də 1 megabayt, yəni 1 megabayt 210 kilobaytdır. 210-u 205-ə bölündə 205 kilobayt qalır. Yaxşı, 205 kilobayt. O da deyir 215 bayt. Gəldik. 211 biti də bayta çevirəndə 203-ə bölürük. Eləyir 208 bayt. Bu da 256 bayt eləyir. Yaxşı. Azalan sıra deyəndə ən böyük oldu deməli 3. Çünki 215-dir. Sonra gəlir 2047, yəni 1. Sonra 1024. 2. Ən axırda da gəlir 4. Deməli, oldu 3, 1, 2, 4 ardıcılığa. 87-ci suala baxırıq. Asus VivoBook kompüterin parametrləri verilmişdir. Ekran düyümünün ölçüsü burada 16-dır. Video daşının ölçüsü isə RTX 4098 GB göstərilir. Deməli, 1-ə gedir C16, 2-yə gedir D8. Onluq say sistemi verilmiş ədədin, deməli, 8-li say sistemində təsvirini yazmalıyıq. Təbii ki, 8196 mən yazaram. 2 üstü, 8196 2 üstü 13 eləyir, düzdürmü? Bəli, 2 üstü 13-ün kvadratı. Yoxsa düzmü yazdıq 8196? 2048, 4096, yox. Yox, düzgün deməmişəm. Burada 8196-nı biz yazırıq. 8192 üstə gəl 4-ün kvadratı. Üstə gəl 36-nı yazıram, 32 üstə gəl 4. Yaxşı. Buradan 8192 213 edir. 213-ün kvadratı 226. Yəni A kvadratı gəl, B kvadratı. Üstə gəl 2AB yazacağım. 2 üstü 2, 2 üstü 13, 2 üstü 15, 2 üstü 16 da bu eləyir. Hasilin iki misli. Üzərinə gəlsin. İkincinin kvadratı 2 üstü 4 eləyir.
Üzərinə gəlsin 2 üstü 5, üzərinə gəlsin 2 üstü 2 yazıram bunu. Bunu 8-li say sistemində göstərmək üçün 8 əsaza gətirməliyəm bildiyiniz kimi. Onda mən nə yaza bilərəm? Yaza bilərəm ki, 2 üstü 3 üstü neçə? 8, yəni 24 vurulsun 4, yəni 2 üstü 2. Üzərinə gəlsin 2 üstü 16-nı yazıram. 2 üstü 3 üstü 5 vurulsun 2. Üzərinə gəlsin 2 üstü 5 yazıram. 2 üstü 3 vurulsun üstü 1 vurulsun 2 üstü 2, yəni 4. Birbaşa yazaq. 2 üstü 4 yazırıq. 2 üstü 3 üstü 1 vurulsun 2. Üstə gəlinsin. 2 üstü 2-ni də yazıram ki, 2 üstü 3 üstü 0 vurulsun 4. Yəni, buradan alınır. 4 vurulsun 8 üstü 8. 2 vurulsun 8 üstü 5. 4 vurulsun 8 üstü 1. Üzərinə gəlinsin 2 vurulsun 8 üstü 1. Aha, 4-dən 2 6 olacaq. Olacaq 6 vurulsun 8 üstü 1. Üzərinə gəlinsin 4 vur 8 üstü 0. Buradan nə çıxır gənclər? 8-ci rəqəmimiz neçədir? 4-dür. 7-ci rəqəmimiz 0-dır. 6-cı rəqəmimiz 0-dır. 5-ci rəqəmimiz 2-dir. 4-cü rəqəmimiz 0-dır. 3-cü rəqəmimiz 0-dır. 2-ci rəqəmimiz 0-dır. 1-ci rəqəmimiz 6-dır. 0-cı rəqəmimiz isə 4-dür. İndi bizə deyir ki, ikili say sistemində 0 və 4 simvollarının sayının hasilini. Sıfırların sayı neçədəndir? 1, 2, 3, 4, 5 dənə 0 var. 2 dənə 4 var. 5 vur 2 neçə eləyəcək? 10 eləyəcək. Düzdürmü? Deyir ki, indi onun ikili say sistemində ifadə eləyin. Yaxşı. İfadənin qiymətinin 8 say sisteminin təsirində 0-4 simvolların sayının hasilini ikilik say sistemində. Sayı 10 elədi. Onu da 2-liyə keçirdəndə 12-yə deməli 5 dəfə 10, 0 yazırıq. 5-i 2-yə 2, 4, 1 yazırıq. 2-ni 2-yə 1, 2, 0 yazırıq. Deməli, 1, 0, 1, 0. Yəni, düzgün cavabımız olacaq 1, 0, 1, 0. Yəni, düzgün cavab. 89-cu suala keçid alırıq. Şəkildə N rayonunun yol sxemi qrafik şəklində göstərilmişdir. Deməli, burada B nöqtəsindən C nöqtəsinə qədər olan yolun uzunluğu ilə D nöqtəsindən B-dən C-yə və D-dən Y-yə yolun uzunluğu istəyir. Təbii ki, burada yenə baxırıq, ən çox tir olan təpə T təpəsidir. T təpəsi deməli olacaq M5. M5 T-dir gənclər. M5-ə bir T deyirik. Gəlirik deməli, T-nin qonşularına baxırıq. T-nin qonşuları, iki təpəli qonşuları hansılardır? İki təpəli qonşular aynı H-dır. T-nin iki təpəli qonşuları aynı H-dırsa M1A deyirəm. Yaxşı, M1A deyirəm. Onda digər iki təpəli qonşusu hansıdır? M3-dür. M3-ə də H deyirəm. Yaxşı, A-nın T-dən başqa qonşusu nədir gənclər? A-nın T-dən başqa qonşusu, yəni M1-in T-dən başqa qonşusu M2-dir. M2 onda olacaq B. Yaxşı, B-nin, yəni M2-nin A-dan və T-dən başqa qonşusu M6-dır. M6 deyirəm S. M6 da oldu S. M1A-dı yazaq, M2B-di yazaq. Yaxşı. İndi S-nin, biz S-ni yazmışda M6. M6-nın B-dən və T-dən başqa qonşusu D-dir. Deməli, M7 olacaq D. M7-ni tapdıq, D-dir. D-nin də bir dənə burada qaldı Y-də bura fisya. İndi baxın, bizə deyir ki, B-dən S-yə, B-dən S-yə, B-dən S-yə 13-dür. B-dən S-yə 13-dür. Daha sonra D-dən Y-yə, D-dən Y-yə isə neçədir? 7-dir. D-dən də S-yə 7-dir. Cəm olacaq neçə? 20. Deməli, ümumi məsafə olacaq 20. 90-cı suala baxırsınız. Unicode kodlaşdırma sistemində informasiya həcmi 29 MB olan sənəddir. Deməli, informasiya həcmi 29 olan sənəddə mətn informasiya ilə yanaşı 5 ədəd 1 MB-lıq. Aha. Deməli, mətn informasiyası ilə yanaşı 5 ədəd 1 MB-lıq qrafik təsvir var. Ümumi sənəd həcmi 29 MB-dır. 29-dan çıxırıq 5-i, nə qalar?
24 megabayt. Deməli, mətn hissəsi bunun 24 megabaytdır. Deyir, bu sənədi simvol sayını dəyişmədən 64 simvolu əlifba ilə kodlaşdırsaq. Yəni, Unicode-da biz bilirik ki, 16 bitli bir simvol, 64 bitli əlifba ilə kodlaşdıranda, yəni 64 simvol əlifba ilə kodlaşdıranda 6 bit olur. Gəlin bunu belə yazaq. 16 bitli, yəni bir simvolun 6 bit olan əlifbada 24 megabaytdırsa, 6 bitdə x olacaq. Çarpaz vursaq 24 vur 6 böl 16 olacaq. Yaxşı, 24 ilə 16 4-ə ixtisar getdi. 8-ə ixtisar getdi daha doğrusu, üzr istəyirəm. 3 burada qaldı, 2 burada qaldı, 6 ilə 2 7 ixtisar 3 qaldı, 9 megabayt oldu. Deməli, mətn informasiyasının həcmi 9 megabaytdır. 5 ədəddə qrafik fayl var idi. Oldu nə qədər? 14 megabayt. Yaxşı. Bizdə deməli 29 idi, 14 megabayt oldu. 29 megabayt idi ümumi həcm, oldu 14 megabayt, yəni 15 megabayt azalmışdır. Bizə deyir ki, həcm neçə megabayt azalıb? 15 megabayt azalıbdır. Diqqətinizə görə çox sağ olun. Gördüyünüz kimi testlərin izahı da çox vaxt apardı. Yəni ümumilikdə imtahan sualları düşünürəm ki, vaxta uyğun hazırlanmalıdır. Çünki imtahan stresini, imtahan vaxtda yorğunçuluğu nəzərə alsaq, 3 fənni ilə işləyir şagird, abituriyent. Ona görə sualların ağırlığı nəzərə alınmalıdır. Diqqətinizə görə çox sağ olun. Sual və təkliflərinizi rəy bölməsində bildirə bilərsiniz. Abunə olmağı unutmayın.